Selam uşaqlar, məntiqimizin 107 və 108-ci səhifələrindəki tapşırıqları yerinə yetirəcəyik. Gəlin bir-bir suallarla tanış olaq. Birinci sualımız. Deməli, 1, 3, birinci sıra sütundan gedirik. 1, 3, 2, 2. Nədən 2 dənədir? 2-dən. A, D, A, C. Nədən 2 dənədir? A-dan. Deməli, A-lar neçədir? 2. Harda A var yazırıq 2. Elə bu başdan. İkinci sütun. 2, 3, 3, 2. Deməli A'lar 2 idi. Onda D'ləri nə düşür? 3. Harda D var yazırıq 3. Onda C'yi də düşəcək nə? 1. Bizdən də nə istəyir? A'da. Yəni 232-ni. Ya da A'da sözü. C bəndini götürdük. İkinci sual. Deməli, bunu biraz aşağı eləyək ki, rahat olsun. Toplanan, toplanan. Bu da toplanan, toplanan. Hər iki cəm bir-birinə bərabər olmalıdır. Əvvəlcə gəlin bunun üstünə bunu gələk. Bax, bu düz xətdir. Buradan belə, buradan da belə gəldik. Alınır, baxın, belə bir fiqur. Onda burada da bu fiqur alınmalıdır. Və bu fiqurdan bir dənə olanını çıxmalıyıq. İndi bunu buradan da çıxa bilərik. Buradan da çıxa bilərik. Cavablara baxaq ilk öncə. Aha. Bir dənəsini çıxırıqsa, cavablara da nəzərə alaraq bu hissəni çıxaq. Bu hissəni çıxdıq. Yerdə nə qalır? Deməli, düz xət, belə bir şey, bir də belə bir şey qalır. Bu da var hansı bənddə? C bəndində. Aha. Maşının üstünə maşın gəlmir. Maşından maşına çıxmışıq, eyni maşın olub. 7-dən də 6-nı çıxmışıq. O da eyni maşın olub. Sonra eyni maşın. Deməli, buradan başlayaq. 7-dən 6 çıxanda nə qalır? 1. Onda bu da olur 1. Onda bu da 1'dir. Çünki eyni maşındır da. Neçədən 1 çıxanda 1 qalır? 2-dən. Deməli, bu maşında oldu ki. İndi nə alınır? 11. Burada da 26. 11'in üstünə 26'nı gəlirik. 1'in üstünə 6. 7. 1'in üstünə 2. 3. Cavab neyinir? 37. Devam edeyik. 13 olub 18. 18 olub 24. 24 olub 31. 31 olub ay. Ədədlər artan sırayla gedir. Düzdür? Yaxşı. İndi gəlin görək neçəni artıb. 13 oldu 18. 5 artdı. 18 oldu 24. 6 artdı. 24 oldu 31. 7 artdı. Üstə 5, üstə 6, üstə 7. Deməli, burada da olacaq. Üstə 8. 31'in üstünə 8 gəldi. Neyinir uşaqlar? 39. Deməli, ay oldu 39. Aşağıdakini tapaq. 43, 45, 48, 50. Bu da artan sırayla gedir. 43, 2 artıb olub 45. 45, 3 artıb olub 48. 48 yenə 2 artıb olub 50. Aha, burada ardıcıllıq necədir? Təkrarlamaqla. 2, 3, 2, onda burada olacaq 3. 50'nin üstünə də 3 eləyir 53. İndi 53'dən 39'u nə etməliyik? Çıxmalıyıq. 3'dən 9 çıxmaq olmur. Pay götürürük, pay veririk. 13'dən 9 çıxırıq. 4, 4'dən də 3 çıxırıq. 1. Cavab eləyir 14. 85 ilbiz 13, 13. 96 ilbiz neçə olacaq? Tamam. 85. Buna 85 kimi yox, 8 ilə 5 kimi baxsaq. 8'in üstünə birinci 5 gəlik. Deməli, birinci məntiqdə 8'in üstünə 5 gəlik. 8'in üstünə 5 eləyir 13. Onda 9'un üstünə 6 gələndə neçə eləyəcək? 15. Və ondan sonra 2 toplananın cəmi şəklində göstərib. İndi burada da 15 cavabı hansı variantda var? C variantında. 12 ilə 3'ün də cəmi eləyir 15. Deməli, əvvəlcə rəqəmlərinin cəmini tapıb, sonra onu 2 toplanan şəklində parçalayıb. 6-cı sual. 3, deməli bu 3'dür, bu 6'dır, bu 4 içində 2'dir. 4 içində 2. Aha. Baxın. 4 içində 2. Deməli, birinci, ikinci içindəki rəqəmi götürüb, sonra çölünü götürüb.
2 o da 4 olub 24. Boş 3 ve boş 6. İndi bu birisini də yoxlayaq. 1 çölündə 3, 13, boş 5 ve boş 4. Gördünüz? Düzgün. İndi biz yazaq. 3 çölün neçədir? 4. Boş 5 bucaq ve boş 6 bucaq. Düzdürmü? İndi 34'den 6 40, o da 5 cevap eləyir. 45. Cədvəl ilk işimiz bunu bölməkdir. İndi baxın 28'i yuxarı aşağı elədik. Məntiqimiz toplamada məndə yoxlayaq. 12 ilə 16'ını toplayanda eləyir 28. Bizdən bu sərçəni istəyir. Bu sərçəni tapmaq üçün də əvvəlcə qara rəngdə quşu tapmalıyıq. Deməli 20, 16. 16'nın üstünə neçə gəlsə 20 eləyir. 4. Deməli bu quş oldu 4. İndi 29'dan yuxarı 4'dür. Qırağa da bu sərçədir. İndi 4'ün üstünə neçə gəlsə 29 eləyir. Tapmaq üçün 29'dan 4'ü çıxırıq. O da eləyir 25. Cavab C bəndində verilmişdir. Tərəzilər, tərəzinin sağ gözü sol gözünə bərabərdir, sol gözü də sağ gözünə. Çünki baxın, bunlar tarazlıqda qalır. Əgər biri aşağı, biri yuxarı olsa, onda deyərik ki, bu böyükdür, bu ağırdır, bu yüngüldür. Əgər eyni istiqamətdədirlərsə, deməli sağ göz sol gözə bərabərdir. Və mən demişəm ki, belə olanda biz bunları nə edirik? Böldüm bunu 2 yerə. Həm sağda, həm solda eyni olanları silə bilərik. Yerdə nə qalır? Bu 2 dilim bərabərdir bu 2 torta. İndi bu 2 tort 2 qara dilimə bərabərdirsə, 2 qara dilimə. Onda bu 2 tort da 2 qara dilimə bərabər olur. Onda neçə dənə qara dilim olur uşaqlar? 4 dənə qara dilim. Bu da var A bəndində. Kubların ən asandır. Sadəcə bir-bir saymalısınız. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. İşte ne oldu? 22 tane. O da var A bəndində. Yuxarıdakı şəkil aşağıdakı kublardan hansının öndən görünüşüdür? Yəni qabaqdan görünüşüdür. Baxaq. Deməli 4 mərtəbə var və ikinci hissədə ancaq 1 ilə 4 verilib. 4 mərtəbə 1 ilə 4 verilib. O birisində 2 mərtəbə verilib. Yanında isə 3 mərtəbə verilib. Deməli burada ikinci mərtəbə yoxdur. Deməli A getdi. Diqqətlə baxsaq. Burada bu da 2 mərtəbədir. Deməli C də getdi. Yerdə qaldı nə? B ilə D. İndi B ilə D-yə baxaq. Deməli 4 mərtəbə 4 mərtəbə. 1, 4, 1, 4. Tam 3 mərtəbə verib. Burada da parçalanıb. Əgər tam 3 mərtəbəni istəyirsə, uşaqlar elə biz B bəndini götürməliyik. Çünki burada parçalanma düzgün götürülmüş. Amma öndən baxanda elə o da 3 mərtəbə kimi görsənir. Yəni ola bilər. Testin özündə də səhvlik ola bilər. Yəni mən buna öndən baxanda mən onsuz da bunun 3 mərtəbəsini görəcəm. Nə qabağındakı 1, nə də arxasındakı 2 aidiyyatı yoxdur. Amma tam şəkildə biz B bəndini götürürük. Analogiyanı tapın. Tapaq da. Sahə hektar. Sahəni hektara birləşdirib. Kütlə nədir? Hektar H kimi yazılır və sahənin ölçü vahididir. Yəni biz sahəni arla və ya hektarla ölçürük. Kütləni biz nə ilə ölçürük? Qramla, riyaziyyatla, metrlə və kilometrlə. Hansını ölçürük? Kütləni qramla ölçürük. 12-ci və sonuncu sual. Biz bunu əvvəlcə gəlin özümüz çəkək. Aşağısında heç bir çıxıntı yoxdur. Gəldik. Burada bir dənə lığ çıxıntısı var. Deməli, indi hərflərini sayaq. 1, 2, 3, 4, 5 hərfdir. Deməli, 5 dama olacaq uşaqlar. Və bir çıxıntı sonunda yuxarı. Çıxıntı da yuxarıdır. Aslında da A bəndində. A bəndində işarələdik. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, bütün tapşırıqları başa düşdük.
aydın oldu. Kimə hansı tapşırıq aydın olmasa şərh bölməsində qeyd etsin və videonu bəyəniriksə bəyənmə butonuna tıklamağı unutmayaq.